Allah qəbul eləsin. Qəhrəmanımızın atası bax bir evə girdik ki, namaz qılır, dua eləyir. Allah qəbul eləsin. Allah qəbul eləsin. Salam ata, xoş gördük. Xoş gördük. Eləsin bu namaz vaxtı gəlib çıxdıq bura. Göyçay rayonunun Cəyirli kəndində qonağıq. Adətimizə uyğun olaraq biz hər bir zaman bu kəndə gəldiksə mütləq birinci gəlib Məhlukə anamızı, o ana ki öz övladınla bərabər öz rayonunun olan 44 günlük Vətən müharibəsinin şəhidlərinin hər birisinin şəkillərinin yoxlanmasının gecə gündüz əziyyət çəkməsində bax bu ana böyük bir fədakarlıq göstərdi. Ana sizinlə qürur duyuruq. Və evə də girərkən elə mən istədim ki onun lentə alam. Ata, Elxan ata namaz qılırdı. Bizim sənətçi dostumuzdur, Rəşid qardaşımız. Rəşid müəllim gözəl musiqi məktəbində dərs deyir, müəllim işləyir. Xahiş etdim ki, məndən keçək elə gedək bir anamızı ziyarət eləyək. Allah sizi var eləsin, Allah köməyiniz olsun. Gələn ayaqlarınız var olsun, Allah köməyiniz olsun. Sağ olun. Güzel balalar, nəvələr, adınızı deyin görüm. Mən Məhəmməd amadım. Məhəmməd. Bəs balacan Mərd. Hə. Biri də var, Əli. Əli. Ay maşallah. Ay maşallah. Allah göz dolusu versin Elxan ata. Olmayanlara Allah nəsib eləsin inşallah. Amin inşallah. Amin inşallah. Allah sizi var eləsin. Özümüzə boş bildik. Dedik buradan bura. Yəni belə deyək də bizim gəldiyimiz o ünvan ki var. Orayla bu evin arası 30 metr belə, hə? Təxminən. Hə, 30-40 metr olar ki, ara məsafəsi var. Hər bir zaman elə məclisimiz elə həmişə xeyir işlərə gələk. Gün o gün olsun. Məhlukə ana, gün o gün olsun. Bax bu nəvələrimin toyuna gələk. Allah razı olsun. Çox sağ olun. İnşallah, inşallah. Allah sizlərə də nəvə qismət etsin. Amin. Sağ ol, var ol. Və Elxan ata, bir vicdan əzabı çəkərdik ki, bura gəlib sizinlə görüşməyək. Allah köməyiniz olsun. Hə, dedik bir dönək. Gələn ayaqlarınız var olsun. Sağ ol, Allah dönək. razı olsun. Sizin anamı ziyarət eləyək. Bu balaları ziyarət eləyək. Ondan sonra bir gedək. İnşallah. Allah sizi var eləsin. Allah köməyiniz olsun. Allah sizin də köməyiniz olsun. Qəhrəmanımız. Amin. Qəhrəmanımız. Allah o günü qismət eləsin. Kənanın anım günü ya bir ad günündə mən neçə dəfə ana dəvət edib mən xəcalətli qalmışam, gələ bilməmişəm. Elə günlərə düşüb ki, gələ bilməmişəm. Amma Allah o günü qismət eləsin ki, bir də gəlim burada bir o tədbirlərdə iştirak eləyəm. Ananın bir şəhidə olan mənim ki o borcumdur gəlmək. Elə bir ki şəhidin qarşısında, ruhu qarşısında və ananın qarşısında mən xəcalətliyəm. Estağfurullah. Allah sizi var eləsin. Ana gəl əyləş ana, başıma dönərəm. Gəl. Allah sizi var eləsin. Rəşid çox sağ ol. Təşəkkür edirəm sən də. Ana Allah sizi var eləsin. Demə, şaxı nağar ki, nə iş görür ki, başıma dönərəm. Vay. Hə. Ana, bir-iki kəlmə hər dəfə sizi narahat edirik, gələndə deyirik, amma bu da bir xatirədir, bu da bir gəlişdir. Bu günləri ayın 21-i dekabr 2025-ci il tarixdir. Biz burada sizin ocaqdayıq. İstərdim ki, şəhidimiz haqqında bir-iki kəlmə danışasan. Allah, xoş gəlmisiniz. Sağ ol, xoşunuza gələk. Kənan ocağına, şəhid Kənan 8 mart 1999-cu ildə anadan olub. Həmişə deyirdim ki, Kənan mənim 8 mart hədiyyəmdir. 9-cu sinifi bu kənddə bitirdi, Göyçayda kollecə qəbul oldu. Kolleci də bitirəndən sonra Naxçıvanda İnsali hərbi hissədə xidmət elədi. Xidməti başa vurandan sonra gəldi, burada subakalavrla Gəncə Texnologiya Universitetinə qəbul oldu. Həmən ildə də elə müharibə başladı. Kənan da Polad Həşimovdan sonra adlı könüllü yazılmışdı böyük qardaşı ilə bərabər. Məktəbdə oxuduğu halda çıxıb Elə bil ki, sentyabrda başlayacaqdı da məktəb. Bəli, hətta ya qəbul olundu, getməyə də bilərdi, bəli. Getdi də, o bildirmədi də orada hərbi hissədə ki, mən universitetə qəbul olmuşam.
Bildimiyib, bəli. Getdi. Elə birinci günü orada deyiblər ki, könüllülər çıxsın qabağa. Hamıdan qabaq birinci Kənan bir addım qabağa çıxsın deyəndə Kənan çıxıb. Çünki dayısı Ballıqayıya getmişdi. Orada məlumat belə dedilər ki, Kənan bəlkə də burada uşaqların hamısından çəkicə zəif idi. Amma deyəndə ki, könüllülər bir addım irəli çıxsın, hamıdan qabaq Kənan çıxmışdı. Vətənpərvər oğlu idi da Kənan. Fəxr eləməli oğlu idi. Həqiqətən. Nə bilim. Şad eləsin. Mənim o ana ki, bir-iki danışdı, mənim şəhədə yazdığım şeirdə o vurğulu ana hədiyyə. O bəxtli şeydə işlətdim, dedim, 8 manat hədiyyəsi. Bəli, oktyabrın 5-də gecə şəhid olub. Həm də müəllimlər günü. O anda qeyd edin ki, ana uzun illərdir ki, Göyçay rayonunda fəaliyyət göstərir müəllim kimi. Neçə ildir ana? Sentyabrda, üzümüzə gələn sentyabrda 42 il olacaq. 42 il. Hansı məktəbdə işləyirsiniz? Göyçay Peşə Liseyində işləyirəm. Peşə liseyində müəllimədir. Peşə məktəblərdə işləmişəm. Bəli, Allah sizi var eləsin. Allah köməyiniz olsun, gələn ayaqlarınız var olsun. Evində ana kimi öz övladına vətənpərvər yetişdirdiyi kimi minlərlə, 10 minlərlə tələbəsini, şagirdini vətənpərvərlik ruhunda böyüdən belə bir müəllimələrimiz də var ki, Kənan kimi elə şagirdlərindən də şəhid olanlar da var. Allah hamısının ruhunu şad eləsin. Elxan ata. Elxan ata. Bir kəlmə. Allah nə deyim. Sentyabrın 27-sində qoyundan gəlmişdim. Qardaşlarım Bakıda işləyir. Qardaşlarım bizdə Məmmiraş deyilən yer var. O üzü Bakı tərəfə dönəndə Zəngilbey qaqa, şəhid Kəri Çonqar. Rayonun iş şəhidi Zamir. Bəli. Mən də əlimi yurdum aşağıda. Deyir ki, ata, gəqidə şəhid gəlir. Dedim, ata, yorulmuşam, mən əlimi yurdum. Deyir ki, ay ata, nə yorulmuşam? Deyirəm, şəhid gəldi. Girdi qoluma, heç əlimi yurma qoymadı. O sarayın tini var, belə burulandı. Oradan burulandı, deyir ki, mən səni bura getməkdə məqsədim var, ata. Mən adımı yazdırmışam, gedəcəm. Dedim, ay bala, sənə hansı var? Kumata var, sən avtomat bortda yoxsun. 49 kilo çəkisi var cəmi. Getdi ora. İzdihamdakı nə bilim, qurbanım Allaha. Elə bir bütün ölkənin prezidenti, belə bir millət əlindən tərpənmək mümkün olur. Tut ağacı var orada. Bizim bələdiyyə orada, yoldaş orada, nümayəndə orada. Əlin qoydu çiynimə ki, ata, bax, gedəcəm, şəhid olacam. Bu izdihamla da məni yola salacaqlar. Vay. Allaha and. Fikir verərək. Nəysə. 29 günü elə gənə qoyundan, hava qaralmışdı. Görüm qapının ağzında oynayır. Gəldim dedim, mən də biraz nətər deyim, biraz şəkildir, oynamalı. Bunlar var ilə bəri aram olmuyor. Dedim, mən də orada havalanmışsan sənə. Deyir ki, getdim, mən sabah gedirəm. Deyim, nədən istəməsən? Deyir, vallahi, mən gedirəm. Səhər açıldı. Dedim ki, vəsiqə göstərərsən də, orada məktəb sənə kağız verir. Da, yəni, sən əyyanı işimə aparanmaz da. Deyir ki, hə, yaxşı, arxayın ol. O maşını sürdük, getdik. Sağ ol, xoşunuz elə. Getdik qardaşlara. Dedim ki, bəs kağızı göstərərsən. İçəri girməmişdən kağızı qoyub əqqabın içinə geyinib. Ki, yanımın yoxlamasını bilməsindir. Maşına minəndən sonra o şofer sprinteri sürən oğlan Çingiz tanışdı. Zəng elədi ki, bəs Kənan mindi maşına. Yəni görüşməyə qoymadılar bizi. Sonra cibinə cəmi 10 cəma pul qoymuşdum. Dedim, yəni görüşəcəyini verəcəm də pulu. Dedim ki, Çingiz, ona cibinə pul verəsən, gələndə mən qaytaracaq, verəcəm sənə. Çingiz anın işini neçə dəfə təklif verdim. Pul da götürmədi məndən. Ballıqaya düşəndə zəng eləsə də düşmüşük bura. Sən 2 dəfə danışdıq. Amma onun bir cəbhə yoldaşı var, Abdullah. Əslən Mingəçəyə verirdi, 2 ayağı yoxdur. Buradan. Jurnalist. Ondan indirim götürdüm. Deyib, bizim 95 nəfər sağ qanunu savaşan Ömərli Kənan olub.
Neçə nəfər onlar qutarıb amma 95 nəfər. ağlama. Qəhrəmanata sağlamaz. Allah yaşadırsın. ruhları şad eləsin. Amin. Amin. Yerlər olsa cənnətdə olar inşallah. Onlar birbaşa. Birbaşa. Haqlarını bizə halal eləsinlər. Allah sağ versin. Allah köməyiniz olsun. Çox sağ olun. Allah kömək. Hər dəfə çəkilişdən qaçmısınız. Amma bu günə qismət imiş ki, bu günləri ata danışdı. Ata danışdı. Ağırdı bir tərəfdən, amma bir tərəfdən də qürurdu övladın. Mən hər bir zaman demişəm, deyəcəm də və bizdən qabaqda bizdən böyüklərimiz deyib, bizlər də böyüklərimizdən eşitmişik, öyrənmişik. Hara getsə övlad ataya, anaya görə tanınır ki, filan kəsin oğlu, filan kəsin oğlu. Amma bu şəhidlər elə bir tarix yazdılar ki, hər şey əksinə oldu. Atanı, ananı hara getsən məndən soruşurlar indi ki, kim gələ deyirəm ki, şəhid Ömərli Kənanın anasının, atasını ziyarət eləməyə. Demirəm Məhliqə müəllim gilə gedirəm. Demirəm İlxan ata gilə gedirəm. Deyirəm Kənanın atası, anası. Artıq ata, ana övlada görə tanınır. O hər ata, anaya da qismət olmur. Allah səbrinizi versin. Çox sağ olun. Allah sizi var eləsin. Gəldik, əziyyət verdik sizə, amma Xoş oldu valla. vicdan azabı çəkərdim mən bura gəlib bir evin bir addımlığında sizi görməmiş geçsəm. Allah sizdən razı olsun. Sağ olanı, Allah sizi var eləsin. Allah şəhidimizin də ruhun şad eləsin. Vəkillər də bir oğlan. Allah ruhunu şad eləsin. Amma siz onu Özbəsadı tanısaydınız, hesabı. özünü tanısaydınız. Artıq özünü tanıtdı bu bizə, ana. Canlı oğul idi. Canlı. Artıq bizə tanıtdı. Bir daha Deyir düzdür. ata, ana, sizi şahzadə kimi yaşadacaq. Özü bilmədən doğurdan da biz çox belə deyirdi ana, o qədər əziyyət çəkmisiniz, atınız. Sizi şahzadə kimi yaşadacağım. Çoxdan da baməzəşi deyirdi ki, ata elə bilirsən sizi qoyacağam ölməyə. Bax, ana, yaxşı qocalar evi var, indi bizə şey dedim. Orada hər şey rahat, isti su, soyuq su. Aparıb ata ilə səni qoyacağam orada. Orada sizi elə gözəl qulluq eləyəcəklər, amma çəkməyin də. Həm də Yox, yoxsa tanı zarafat eləyir də. onsuz da qoymaram, özü deyirdi, mən gəlinimə siz dolanmayasınız, ona qaynanalıq eləsin, deyirdi. Mən özü deyirdi, maşınlı qız alacağam, evi də olsun, 3 dənə uşağı da olsalar. Zarafata bax. Vallahi Cın alır mısınız sizlər ha? Nələr danışırdı Kənan. Allah. Amma balaca cılız canı ilə orada. Amma o bilirdi ki şəhid O olacaq. dedi da, o deyirdi. O bilirdi və o bildiyinə görə də sizləri elə Hazırlayırdı. bəli, Allah sizi var eləsin. Allah kömək. Bir daha ana yenə bəlkə də gəldik atanı kövrətdim. Estağfurullah, yox. O Bax, həmişə hər gün görürəm. Hər gün. Üzr istəyirəm, yəni Yox, estağfurullah. o kövrəlmə anlarını yaşatdığım üçün sizlərə. Amma bu da bir tarix idi. Neçə dəfə cəhd göstərmişdim, ata danışmamışdı. O hər deyəndə da. Bu günləri danışdı, qeyd elədi. Allah sizi var eləsin. Gəlib narahatçılıq etdi, bəlkə də sizin vaxtınızı aldı. Qoyun otaranda deyir ki, bir vaxt qoyunları satmaq istəyirdi, sonra deyir ki, mən onu satmaram. Çünki orada bir Kənan huy eləyirəm. Bu sənətkardır, həm də yoldaşımız, qaz ustasıdır. Bəli. Kənan balaca uşaq idi. Bəlkə də Muhammeddən bir, nə bir kiləşli oxuyanda da o qədər aktiv uşaq idi. Uşaq hər şeydən istəyirdi ki, kömək eləyə, pul qazana. Papası deyirdi ki, instrumentlər hazırdır, gedək çasniş götürür də hamam, nə bilim, nə. Sonralar Kənandan sonra bu adam bu işləri yığışdırdı da, şey eləmir, deyir Kənansız çox məcbur eləyəndə həm də yüngül işlər götürür, deyir. Artıq Örgənov eşit. Kənan əsgərdən gələndən sonra Bakıda getdi istipol, elektrik ustası ilə ki, usta deyirdi ki, 80% işləri o Kənan görür, mən bir dənə gəlirəm, özü qoşmurdu listura, hər şeyi çəkirdi özü, elə öyrənmişdi. Deyirdi ki, ana, mən qardaşıma ev alacağam. Bu Dəmir oğlum, yəni o polisdə işləyən, Bakıda yaşayırdı da. Şəhid gələn günü gəlib olar. Kənan dolarla Bakıda olurdu. İnan günü 35 manat pul alırdı. Deyirdi ki, mama, ata niyə deyirdi ki, nəyə qoyunlar satacağam, ev alacağam. O evi özüm alacağam, qardaşıma öz əlimin zəhməti ilə. Pilus da həmən ili başa-baş Ramazanda oruç tutmuşdu. O isti havada. Yap. Sonraki Ramazana çıxmalı. Mən Məhliqə ananı bir-iki şəxsə də tanıtmasına ad çəkmirəm. Elə deyirəm ki, ayıb olsun bəzi məmurlarımıza, yerli orqanlarımızda işləyən məmurlarımıza ki,
Ana öz oğlu ilə bərabər 42 şəhidin 46 şəhidin şəklin rəssama döydürtmüşdü ki, daşa döydürtmüşdü, əziyyətin çəkmişdi. Bəzi məmurlar, narahat olan məmurlar, bilmirik indi kimlərdən onlar göstəriş alırdılar. Yəqin ki, onların da iç yüzü çıxar yaxınlarda, başqa məmurlar kimi. Bu şəhidlərin abidələrdə adlarını yaşatmasına mane olurdular və bir-iki atanı örgədirdilər, qaldırırdılar. Onların özləri bilmədən də ki, bunu bilərəkdən örgədirdilər, qaldırdılar ki, ay güya şəkillər yoxdur, ay güya şəkilləri vurdumayıblar, ay güya nə bilim nələr. Ayıb olsun deyirəm ki, o şəkili yığan da şəhid anasıdır, o şəkili yığan da şəhid atasıdır, o şəklin üstündə duran şəhid analardır, şəhid atalardır. Ayıb olsun sizə ki, o elə şəhidlərin adından siz maaşlar alırsınız, o şöbələrdə işləyirsiniz, maaş alırsınız. Haram xoşunuz olsun deyirəm. O şəhidlər görə maaş alırsınız siz orada. Sizin vəzifə borcunuzdur, belə deyək də, o şəhidləri yoxlayırsınız, amma bizim vicdan borcumuzdur, şərəf borcumuzdur, biz belə gəlib yoxlayırıq. Ayıb olsun sizə ki, o şəhid atalarla, analarına belə ləkə vurmağa qalxdınız siz. Ayıb olsun. Ana, o şəkillər təhvil verildi mi? Mübarizata gətirildi mi? Göyçayda vurdunuz. Mübarizata gətirmədi. Yox, deyirəm, mübarizata durmuşdu şəkliniz, o siz qarşıladınız. Hətta o şəkillərin ana o qədər əsəbləşmişdi, əsəb gərgin keçirdi ki, hətta o gələn şoferə də ayıb olsun ki, 250 manat anadan pul almışdı. O şəkillərin bura, bəli, gətir o şəhidlərin şəklini. Halbuki o yolu gəlirdi, Bərdə bazarına gəlirdi. Oradan ora dönüb o şəkilləri vermək, ən azından sənin şoferə deyirəm, üzümü şoferə tut deyirəm, ən azından sənin namusu və şərəfi qorumuşdu bu şəhidlərimiz. Sən o şəkilləri gəlib gecəylə əyğin, gəlib burada ana gecədə əyğin dirib 250 manat pul almışdı o şəkilləri, amma ana 250 manatı verdi və belə analarımız, bəli, verdi, o şəkilləri aldı və sübut elədi ki, şəkillər buradadır, şəkillər məndədir. Ana, qürur duyuram sizlə. Səbr göstərdiniz, bir elə təzyiqlər, bir belə, Allah sizi var eləsin. Sizdən fərqli olaraq, şəxsən məni təhqir elədilər, elətdirdilər, amma olsun. Link almayayım, mən bir söz deyim. Biz onda sağollaşaq, sonra dəyər inşallah. Təşəkkür edirəm bir daha. Ata, çox sağ ol, var ol, Allah köməyiniz olsun. Sağ ol ata, Allah sizi var eləsin. Sən də Allah işin zamanı eləsin inşallah. Sağ ol. Güləş müəllim, çox sağ ol, var ol.